Salam, mən Fes Akademinin informatika üzrə təlimçisi Qədrova Nəcid. Bu gün sizinlə belə bir sualın izahına baxırıq. Sualımız Python bölməsinə aiddir. Sualımızda deyilir, proqramın icrası zamanı x dəyişəninə hansı ən böyük natural qiymətində proqram əvvəlcə 3, daha sonra isə 2 qiymətini hesab edir. Proqram əvvəlcə 3 qiyməti, yəni A 3 qiymət alır, B isə 2 qiymətini, yəni B burada bizim üçün 2 qiymət almış olur. İndi biz misalımızla tanış olaq, yəni görək proqramımızda bizə nə deyilir. İxtiyarı bir dənə x natural ədədi daxil edilib klaviaturadan. A-nı 0 verib, B-ni 0 verib. Nə qədər ki x 0-dan böyükdürsə, həmin x-ı, yəni verilən o natural ədədi 2-yə bölür. Əgər 2-yə böləndə nə qalıq alınırsa, onu 0-a bərabərliyi yoxlayır ki, 0-a bərabərdirsə, get A-nı 1 vahid artır. Əgər 0-dan fərqli bir ədəddirsə, get B-ni 1 vahid artır. Və mən buradan başa düşürəm ki, əgər məsələn 17 bölünsün 2, buradan qalıq bizim üçün, bu bizdən qalığı istəyir, qalıq bizim üçün burada 1-dir. Amma 18 bölünsün 2-də qalıq bizdə qalır 0. Yəni mən başa düşürəm ki, əgər C-dən nəsə alacaqsa, bu C nə vaxt 0-a bərabər eləyəcək? Deməli, ədədimiz cüt ədəd olduğunda. Cüt ədəd olduqda bu bizim üçün, yəni x-i 2-yə böləcək. Qalıq əgər 0-a bərabərdirsə, o deməli cüt ədəddir. Deməli, bizə neçə dəfə cüt alsa, həmin qədər bizdə A artmış olacaq. A-nı ilk başda 0 verib, daha sonra 1 artırıb, ən sonunda 3 alıb. Deməli, içində 3 cüt rəqəm olmalıdır. 3 cüt rəqəm olmalıdır. Daha sonra nə vaxt yox deyəcək? Təbii ki, 0-dan fərqli olanda. B-də 2 alıbsa, deməli, içində 2 dənə tək rəqəm olmalıdır. Və mən misalımı ən sona gəlib çatdıqda görürəm ki, x bərabərdir, x bölünsün 8. Deməli, bu verilmiş hər hansı natural ədədi 8-lik say sisteminə çevirir. 8-lik say sisteminə çevirdikdə isə alınan qalıqlardan cütləri sayır və təkləri sayır. Və buradan belə başa düşürəm ki, bu zaman buranı təmizləyək. Belə başa düşürəm ki, mən 8-lik say sisteminin rəqəmlərindən istifadə edirəm. 0, 1, 2, 3, 4, 5, 6 və 7. 8-lik say sistemlərində və baxıram ki, buradan neçə 3 cüt, 2 tək ədəd düzəldəcəm. Amma necə ədəd? Ən böyük natural ədəd deyir bizdə. Təbii ki, mən o zaman yazıram 7, 7, çünki 2 dənə tək var. Daha sonra 6, 6, 6 eləmiş oluram. Bunu da ayağına 8 yazıram, çünki 8-ci say sistemində olmuş olur. Və cavablarıma baxsam, aldadıcı cavablar görə bilərəm burada, amma allanmıram, çünki bu bizdə 8-ci say sistemində mən yazmışam bunu. Yəni, sonda 8-ci say sisteminə gəlir, çıxır. Amma bunun əvvəldə bu onluq say sistemində olan ədəddir. Yəni, mən bu tapdığım ədədi onluq say sisteminə çevirməliyəm. Onluq say sisteminə çevirirəm. 0, 1, 2, 3 və 4. 7 vurulsun 8 üzərində 4, üstü gəlsin. 7 vurulsun 8 üzərində 3, üstü gəlsin. 6 vurulsun 8 üzərində 2, üstə gəlsin. 6 vurulsun 8 üzərində 1, bir də 6 vurulsun 8 üzərində 0. Bu artıq onluq say sisteminə keçid qaydasıdır. Bu zaman 7-ni vuracam. Deməli, 8 üstündə 3, 2 üstü 3, üstü 4 deməkdir. Yəni, 2 üstü 12-yə. Bu da o demək ki, 4096-ya. 7-ni 4096-ya vuranda bizdə cavab eləmiş olacaq 28672. Daha sonra bu bizdə 512-dir. 8 üstündə 3, 512-dir. 512-ni vuranda 7-yə, bu bizdə eləyəcək 3584. Daha sonra 8-in kvadratı bizdə 64-dür. 64-ü vurmalıyam 6-ya. Eləyəcək bizdə 384. Daha sonra burada 6, 8-im 48. Üzərinə də gəlirəm. Bu 1 elədiyi üçün 6-nı gəlmiş olurum. Və sonunda bunları cəmləsəm, deməli, 28672-nin üzərinə gəlirəm 3584-ü, daha sonra üzərinə gəlirəm 384-ü, üzərinə gəlirəm 48-i, üzərinə gəlirəm 6-yı. Bu bizdə alınır 32694, yəni onluq say sistemində. Deməli, buradan cavabımız olacaq B variantı. Bu misallarımız, yəni bu formada həll olunur. Adətən misalın biz özünə baxıb burada nə iş getdiyini, yəni proqram nəyin əsasında qurulduğunu bildikdən sonra misalımızda həll etmə qaydası asandır. Bu sualımızın izahı bu qədər. Sağ olun. Əgər yeni qruplarımıza qeydiyyata yazılmaq istərsinizsə 077 598 38 00 mencir nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.